Bugün Ağdərənin Həsənriz kəndinə köçən sakinlərə evlərinin açarları təqdim olunub. ARB 24-ün bölgə müxbirinin məlumatına görə bu mərhələdə kəndə daha 20 ailə, yəni 68 nəfər köçürülüb. Bununla da Həsənriz kəndində 90 ailənin, yəni 306 sakinin daimi məskunlaşması təmin edilib. Bundan əlavə ilin sonunadək əhalinin qayıdışı nəzərdə tutulan 24 kəndin 16-sında tikinti bərpa işləri görülür, 8 yaşayış məntəqəsində isə layihələndirmə işləri aparılır. Ağdərəyə köç edən sakinlər qayıdış sevinclərini elə həmkarlarımızla da bölüşüblər, izləyək. Bütün torpağı alan oğulların hamısının qarşısında, şəhidlərin qarşısında, anaların qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı, uzun ömür arzulayıram. Allah qoysa torpaqlarımıza gelib rahat yaşaya bilərik indən sonra. Şükür Allah'ın bugünkü gününə. Şəhidlərimiz qan tökdü, yaxşı oğlanlarımız getdi. Onlar bizim Azərbaycan balalarıdır. Bizim balalarımızdır onlar. İnsanlığa qalanda Allah devlətimizi qorusun, millətimizi qorusun. Çox da gözəl evdir, çox da gözəl şərait yaradıblar. Hər kəs getsin, o torpaqların qədrini bilsin. Çünki orada hər bir yerdə bizim şəhidlərimizin zəhməti var. Qazilərimizin zəhməti var.